Atadan qalxsın. Oğlan uşağının yaxşı tərbiyə alması üçün atası ilə ünsiyyəti çox vacibdir. Mən bayaq ona görə dedim. Ata yoxdur, ata necə Yox, olsun? vəziyyətini Ata bilmək narkomandır. istəyirəm. Öz Yox, bəlkə psixologiyası. soruşmaq istəyirəm də mən də. Sizdən qurban olan bir dənə gözün. Xanım, ata davası eləyirsiniz ki, Yox, mən atası soruşmaq istəyirəm. Atanın vəziyyəti nə Bu yerdədir? mənim anlayış qavrım. Sizin mənə Günay verdiğiniz sonra xanım. anladığım budur. Bir də ata davası eləyirsiniz. Mənim xanım. oğlum xəstə olanda Bircə dəqiqə. heç onun problemi olduğunu bilmirdim. Epilepsiyası tutanda xəstə olanda mən qardaşı getdi, o boyda həyatda quyu var. Qaz biraz da üstünə torpağa bastır. Ata deyirsə, ata bu uşaq ona deyə bilər. Ona görə mən sizə dedim. Heç kim Bəlkə ata mənim nə yaşadığımı düzəlib, bilmir. sağalıb. Rahat Günay xanım elə danışmıyor. bir həyat tərzi yaşayır.